Millət, bu gördüyünüz cihaz köhnə bir powerbank qutusunun içinə yığdığım EMP jammer'dır. Sual versəz ki, bu cihaz nədir, nə işə yarayır? Park və digər əyləncə məkanlarında olan qəhpik atıb oyun oynadığımız və yaxud qəhpik atıb nəsə aldığımız cihazların qənimidir. Əslində cihazların yox, onların sahiblərinin qənimidir. Cihazları elə yerlərdə test edə bilmərik, çünki etik deyil. Amma test edilən videolara baxarıq. Bir də ev şəraitində cihazın, yəni düzəltdiyim cihazın həqiqətən işləyib işləmədiyini sizə göstərmək istəyirəm. Məsəl üçün bir dənə radioda birinci test edək. Radioda bir musiqi oxuyur, gördüyünüz kimi. Aktiv eləyək. Görürsünüz. Siqnalı pozur. Görürsünüz. Bir dənə burada belə bir laboratorlu blok pitaniyamız var. Burada radyo tezliyi deyə bir şkala var. Baxın indi o şkalaya. Baxın burada da belə göstərim. Görürsünüz. Və başqa bir cür test edək. Yəni belə bir fluoresan lampa var. Altında çıxarmışam ki, yəni deməyin orada knopka falan var. Heç bir naqil falan da bağlı deyil. Görürsünüz. Bir də belə bir knopka var. Onun içində işıq olur, bilirsiniz. Gəlin indi internetdə olan videolara baxaq. Görək, nə üçündür? Etik olmayan, illegal şəkildə necə istifadə edirlər. Baxın, həmən cihazda biraz fərqli yığıbdır. Antensiz. Mən də yığa bilərəm, yəni onu elə. Sadəcə bu, cebdən falan istifadə edə bilərlər deyə elə yığıbdır, cibindən. Baxın, nəsə qumar aparatıdır. Ya da nəsə oyun aparatı, da bilmirəm, Çinlilərdir. Baxın, burada 40 yazılıb, baxın, görün necə skoru qaldırır. Və yaxud başqa birinə baxaq. Baxaq, görək, bu nə qarır. Buna baxın, bu da burada bunu tutubdur, bilet çıxarır bir əldən. Başqa birinə də baxaq. Baxaq, görək, bu nə qarır. Bu da qəpik çıxardır, baxın. Avropada herhalde. Səhv eləmirəmsə, Avropada belə bir şeylər var. Manatı verirsən, xırdalayır. Yəni pulu verirsən. Və belə bir şey var, yenə həmən şeydir. Həmən cihazdır. Baxın. Baxın, pula baxın. 30 euro. Başqa bir videoya da baxaq. Bu ucu qumar aparatını deyil nədirsə. Baxın orada skor necə qalxır. Başqa bir videoya da baxaq. Bu son. Baxın, belə cihazlar bizlərdə də var. Hədiyə götürmək üçün. Baxın, qəpik atmadan oyunu açdı. Bu cihazı sizə göstərməkdə əsas məqsədim bilirsiniz nədir? Bu cihaz ki, insanlar var ki, stolun altından götürüb 10 dənə, 15 dənə kod yazır, Linux'u açır, GitHub'dan proqramları yükləyir falan. Özünə hacker, necə deyim, hacker adı qoyur. Əslində hacking məsələsinin %80% elektronikadan keçir.